Hamıya salam. YouTube kanalımda ilk vloguma xoş gəlmisiniz. Bu mənim ilk uzun vlogum olacaq. Həm də bu 2 gündən ibarət Qurban Bayramına hazırlıq və Qurban Bayramı vlogu olacaq. Ümid edirəm sona qədər sıxılmadan izləyərsiniz. Həyecanlıyam, bəli. Bəzi səhvlər yol verə bilərəm, amma siz onları görməzdən gəlin, çünki birinci dəfədir. İnşallah əgər bəyənsəz davamlı belə vloglar paylaşmağı fikirləşirəm. Deməli, 2 gün ərzində nə edəcəyimizin qısa özetindim. Bugün hazırlaşırıq. Gedirik xalamgilə. Xalamgildə Qurban Bayramına hazırlıq edirik. Çünki xalam qızına qurbanlıq gəlir, qohumları gələcək. Sabah isə artıq Qurban Bayramını bir yerdə necə qeyd elədiyimizi sizə göstərəcəm, çəkəcəm. Hər bir şey detaylı. Həm də ən maraqlısı Qurban Bayramında bayramlıq gəlir. Bu il mənə bayramlıq gəlməyəcək bəzi səbəblərə görə. Həm də keçən il gəlib. Hər il əlavə məncə mənasızdır. Bir dəfə daha yaxşıdır. Benim mamam evdə yoxdur. O gələnə qədər mən evdəki işlərimi bitirib, duş alıb tam hazır olmalıyam ki, o gələn kimi çıxaq. İşə paltarları qatlamaqla başladım. Paltar o qədər də çox deyil idi. Ona görə dedim birinci bunları qatlayım, aradan çıxsın. Paltarları bu şəkildə qatlaladım. İndi bilmirəm nə dərəcədə yaxşı bacarmışam. Bunları yerləşdirib evi tosaranlayıb silmək lazımdır. Tosoranlamağa mamagilin otağından başladım. Bu otaq həm balacadır, həm də burada çəkiliş eləmək mənə çox rahat gəlir. Buranı bitirdikdən sonra keçirəm kuxnanın təmizliyinə. Bizdə kuxna böyükdür, həm də zal kimi istifadə edirik. Bütün otaqların təmizlənməsini çəkib göstərmək istəmədim. Fikirləşdim ki, bu sizə sıxıcı gələ bilər. Ona görə sildiyim yerdən də bir hissə paylaşdım. Siz bir baxın, bura necə yağış yağır. Hələ kamerada görünmür. İşlərimi bitirdikdən sonra duş aldım və saç baxımımı etdim. Daha sonra başladım makyaj eləməyə. Makyaj eləməyi o qədər də yaxşı bacarmasam da, həmişə makyaj edəndə əhvalım yüksəlir. Bugün çox da abartmadım, çünki xalamgilə gedirdik, sadəcə özümüz olacaqdıq. Mən geyindim, hazırlaşdım. Belə oldum. İndi gedirik xalagilə. Özümlə əlavə geyim də götürmüşəm. Sabah onu geyinəcəm. Sabah don geyinəcəm. Onu da sizə göstərəcəm. Gəldik, çatdıq xalagilə. Çay içməzdən öncə həmən əynimi dəyişdim. Çünki iş görəcəkdik. Üstüm ləkələnsin istəmirdim. Burada çayımızı içirik və işə başlayırıq. İlk öncə xalam tərəvəz dolmasının içliyini hazırlamağa başladı. Mən də burada onu sizin üçün çəkirəm və fərqinə varıram ki, işıq heç də yaxşı deyil. Təcili özümə işıq almalıyam. Bu bilinciklərin yarısı qızardılıb süfrəyə veriləcək, yarısı isə bilincik tortu üçün hazırlanıb. Bunlar da eklerlərdir, amma hələ hazır deyil. İçini kremlə dolduracağıq. Onu da çəkib göstərəcəm. Amma belə çox yumuşaqdır. Çox qəşəng alınıb. Hamısını xalam bişirib. Bilinciklərimiz artıq hazırdır. Birinin dadına baxdım. Çox qəşəng alınıb. Əllərinə sağlıq. Bilincik tortunun içi üçün biraz çiyələk yuyuram. Sonra bunları qurudub doğrayacağım. Çiyələklərimi yudum. Salfetka ilə qurutdum. İndi isə təmizləyirəm saplarını. Sonra doğrayacağım. Əslində neçə vaxtı bilincik tortu istəyirdim. Çiyələyi sevməsəm də bilincik tortunun xatirinə burada həvəslə təmizləyirəm. Çiyələyi təmizlədim. İndi aparıram yay kuxnasına. Tortu orada hazırlayırlar. Bu arada bilincik tortunu həm mamam, həm də xalam ilk dəfə idi ki hazırlayırdı. Ona görə bizə nəticə çox maraqlı idi. Görəsən alınacaq yoxsa yox. Burada da xalam qızı özü öz əlləri ilə gələcək qohumlarına salat hazırlayır. Görün eklerlərimiz nə gözəl alındı. İçini də kremlə doldurdular. Bu isə bizim tortumuz. İlk dəfə üçün sizcə necədir? Salatı da xalam qızı hazırladı. Getdi onlayn dərsə. Gəlib gördüm ki, xalagil artıq tərəvəzlərin içini doldurub. Bu biberlərin üstündə niyə buz var deyə soruşdum. Xalam isə dedi ki, mən onları keçən yaydan dərin dondurucuda saxlamışam ki, belə vəziyyətlərdə istifadə edim. Gecə saat 2-nin yarısıdır. Biz hələ işlərimizi tam bitirməmişik. Aşqaramız da hazırdır.
Bunu mənim mamam hazırlayıb. Çox ləzzətli görünür. Buradan sizə necə gözəl qoxusunun olduğunu ötürə bilməsəm də, amma çox gözəl qoxusu gəlir. Xalam qızı dərsdən çıxdı və birlikdə bu salatları da hazırladıq və bununla da bugünkü işimiz bitmiş sayıldı. Bu yaxında xalam qızının nişanı olmuşdu. Biz isə hələ onun diskinə baxmamışdıq. Dedik ki, boşluq tapmış ikən həmən diskə baxaq, sabah vaxt olmayacaq. Səhər saat 5-ə qalıb, biz hələ də yatmamışıq. Xalam qızının nişan diskinə baxırdıq. Çölə çıxdım ki, artıq səhər açılır və quşların çox gözəl səsi gəlir. Süfrəmizi də hazırladıq. Baxın, bilincik tortunu da doğradıq. İçi belə görünür. Belə göstərim. Bugün bayram günüdür. Hamının Qurban bayramını təbrik eləyirəm. Bütün bayramlarınız bərəkətli olsun. Qoyunu həyətdə kəsib doğramaq çətin olduğuna görə qəssabda kəsib soyub gətirə bilər. Gözlədiyimiz qonaqlarımız da gəlib çatdı. Mübarək olsun, neçə bayramlar görəsiniz. Siz də burada Qonaqlar bayramlaşdıqdan, salamlaşdıqdan sonra maşındakı xonçaları bir-bir gətirməyə başladılar. Mən də çəkdim. Bu isə xalam qızının nişanlısıdır. Bayrama o da gəlmişdi. Ümumi xonçaların görüntüsü belə idi. Bu xonçada gələn kətan dəsti o qədər bəyəndim ki, istər materialı olsun, istər tikilişi, istər əyində oturuşu həqiqətən çox gözəl idi. Xalam qızına da çox yaraşdı. İnşallah xoş günlərdə geyinsin. Təkcə bu dəst yox, hər biri çox gözəl idi. Qonaqlar tez gəldi. Sizə geyimimi göstərə bilmədim. Belə bir don geyinmişəm. Ümumilikdə belə görünürəm. Sadə də makyaj elədim. Xalam gilin çaydanı böyük və ağır olduğuna görə çay süzməkdə çətinlik çəkirdik. Xanım, siz bir dənə zəhmət olmasa ötürün 2 dənə də çay, hə? Mən çayları gətirdim, mamam isə servis etdi. Hər bir detalı sizin üçün çəkmək istədim. Qohumları isə çox çəkə bilmədim. Fikirləşdim ki, birdən xoş olmaz. Daha sonra düşdüm həyətə. Xalamın yoldaşı gətirilən qurban ətindən kabab çəkirdi. Yavaş-yavaş vloqun sonuna yaxınlaşırıq. Əgər videonu bəyəndisə, like edib abunə olmağınızı xahiş edirəm. Nəhayət qonaqları yola saldıq, yorulub oturmuşuq. Makyaj eləyəndə bayaq xalam qızının makyaj vasitələrindən istifadə elədim. Mən özümünkilərini gətirməmişəm. Onun Top Face'in tuşunu götürdüm və gördüyünüz kimi heç 5 saat deyil, yəni makyaj elədiyim. Artıq göz altım qaralıb. Bir də gözə yorğunluq verir. Bilmirəm, mənim gözümdə kontakt linza var, görməyə görə, ona görədimi, yoxsa nə? Amma mən başqa markalardan istifadə eləyəndə belə olmur. Mənim öz tuşum Faberlic'dəndir. O mənə heç bir narahatçılıq vermir. Amma indi elə bilirəm gözlərim qurulur və bütün tuş gözümün içinə tökülür. Gedib makyajımı yuyacam ki, makyaj qalmayıb üzümdə. Makyajımı yuyum, biraz yatım, durum. Sonra dadına baxmadığım salatların dadına baxmaq istəyirəm. Yorulmuşam. Yuduq, yığışdırdıq. Onların gətirdiyi payları açırıq. Alça gördüm, mən dayana bilmirəm.
güzel görünür bunlar. Bayaq qohumlar gələndə xalam qızı ilə nişanlısı çölə çıxdılar. Qonaqlar gedib, onlar elə indi gəlir. Məncə ən yaxşısı budur. Yəni bayram onlarındır və məncə onlar bayramı bir yerdə baş-başa keçirməlidirlər. İndi adətə görə qohumlar gəlir, bayramlıq gətirilir. Bu arada şüşələri əslində xalam silmişdi. Çox yağışlar yağdığına görə ləkələnib, hətta dünən də yağış yağıb. Ona görə şüşəmizin çirkliliyinə fikir verməyin. Nə qədər yusaq da, silsək də yağış öz işini görür. Son işimizi də gördük. Qonşunun stollarına qaytardıq. Bununla da vloqum bitdi. Sağ olun, salamat qalın.